İbn Teymiyyə rahmetullahi aleyhin kitabı var, bir risaləsi var. Əl-İhticac bil-Qadar. Qədəri dəlil gətirmək. Və səhv etmirəmsə o kitab ilk dəfə Şeyx Alban rahmetullahi aleyhin təhqiqi ilə çıxıb gün işığına, belə deyək də. Çünki çox müsəlmanların bilmədikləri bir məsələdir Şeyx Albani barədə. İmam Albani rahmetullahi aleyh tək muhaddis olmuyor, tək hədis alimi olmuyor, tək fəqih olmuyor, tək islahatçı olmuyor. Həm də İmam Albani rahmetullahi aleyh muhaqqiq olub. Muhaqqiq nədir? Təhqiq edən. Nəyi? Əl yazmaları. Şeyx Albani rahmetullahi aleyhin o elmi həyatı ki var, onun bir hissəsi əl yazmalara aiddir. Bu özü elmdə, tək şəriət elmində yox ha, hətta dünyəvi elmlərdə də. Bu ayrıca bir elmdir. Məsələn, dünyəvi əsərlər var, əl yazmalardır. 5 əsr, 6 əsr, 10 əsr bundan qabaq qalıb. Onu müasir oxucuya təqdim eləmək üçün sən onu nə eləməz? Muhaqqiq nə eləyir? Onu oxuyur, o əl yazmanı və onu nəşrə hazırlayır. Və bəzən elə əl yazma oxuya bilmirsən. Məsələn, İbn Teymiyyə rahmetullahi aleyhin, xüsusən İbn Teymiyyə rahmetullahi aleyhin xətti çox pis olub. Və Şeyx Alban rahmetullahi aleyhin elmi sahəsindən birisi də bu idi. Həm də əl yazma kitablar təhqiq edirdi. Nə qədər əl yazma kitablar olub, onları ilk dəfə Şeyx Alban rahmetullahi aleyhin təhqiqi ilə gün işığına çıxır. O kitablardan birisi də budur. Əl-İhticac bil-Qadar. Müəllif kimdir? İbn Teymiyyə. Amma muhaqqiq kimdir? Şeyx Albani. Hətta İbn Teymiyyə rahmetullahi aleyhin xətti o qədər pis idi ki, onun tələbəsi var, İbn Rüşeyq tələbələrindən birisi. Allah onun qəlbinə salmışdı ki, şeyxinin düşmənləri çoxdur İbn Teymiyyənin. Ola bilsin, onun kitablarını, əsərlərini məhv edələr. Əşarilər, məsələn, Mu'təzilə, bidət əhli, sufilər və s. Allah qəlbinə salmışdı. İbn Teymiyyə rahmetullahi aleyh o vaxtacan nə kitab yazmışdısa, hamısını götürüb öz əli ilə nəsx eləmişdi, köçürmüşdü özü üçün. Və Şeyxülislam bilirdi. Ona görə rahmetullahi aleyh nə kitab yazırdısa, kitabı yazıb, ya risaləni yazıb, ya fətvanı yazıb, tamamlayandan sonra verirdi, deyirlə İbn Rüşeyqə göndər, köçürsün. O da köçürürdü. Və bəzən olurdu ki, məsələn, hər hansısa bir şey yazır, şeyx özü və yazdığı əl yazmalardan İbn Teymiyyə hansısa birisini müraciə eləmək istəyir, oxumaq istəyir, qayıtmaq istəyir, təkrarlamaq istəyir, özünün yazdığı. 10 il bundan qabaq yazır. Asırdı, oxuya bilmirdi öz xəttini. Deyirdi ki, İbn Rüşeyqi çağırın. Və İbn Rüşeyq rahmetullahi aleyh gəlirdi, İbn Teymiyyəyə öz xəttini oxuyurdu. Şeyxülislamın xəttini özündən yaxşı oxuyurdu. Və Allahın qədərinə baxın, doğrudan da Allah onun qəlbini necə salmışdırsa elə də olur. Nə olur? İbn Teymiyyə rahmetullahi aleyhin öz əl xətti ilə yazdığı əsərlər, məsələn, bu gün Şeyxülislamın kitabları ki var, hansı ki çap olunur, o kitablar əl yazmalardan götürülür, baxın, düzdürmü? O əl yazmaların heç 10% İbn Teymiyyə xətti ilə deyil. Çoxsu tələbələrinin, xüsusən də İbn Rüşeyqin xətti ilədir. Yəni təsəvvürlə ki, eləməsəydi, Allah qəlbinə salmasaydı, bugün İbn Teymiyyə rahmetullahi aleyhin kitablarının təxmini 5% bizə çatacaqdı ya yox. Yəni öz əl xətti ilə gələn risalələr çox azdır. Əl-İhticac bil-Qadar. Qardaş sual verir ki, sual nə idi? Müsibətlərdə, yəni qədəri də dəlil gətirmək olar müsibətlərdə? Müsibətdə qədəri dəlil gətirmək olar. O İbn Teymiyyə rahmetullahi aleyhin kitabının mövzusu idi. Əl-İhticac bil-Qadar, yəni qədəri dəlil gətirmək olar ya yox. Qədəri dəlil gətirmək olmaz asiliklərdə. Aydındır. Məsələn, bəndə günah edir, sonra qədəri dəlil gətirir. Deyir ki, qədərimdə belə yazılıb da. Olar belə. Olmaz. Aydındır, belə olmaz. Bu cür qədəri dəlil gətirmək olmaz. O Ömər ibn Xattab radiyallahu anhum zamanında olur. Birini tuturlar, oğrunu. Hakim buna hökm verəndə ki, artıq baxırlar ki, bütün şərtlər falan hər şey yerindədir. Onun əli kəsilməlidir. O da son variant olaraq o suda batan adam
saman çöpündən yapışır misalı. Deyir ki, bu əl Allahın qədəri ilə oğurluq eləyib. Hökm verən də deyir ki, biz də Allahın qədəri ilə hökm veririk. Asilikdə insan qədəri dəlil gətirə bilməz. Amma müsibətdə insan qədəri dəlil gətirə bilər. Başına bir müsibət gəlir, o müsibətdə qədəri dəlil gətirə bilər. Aydındır. Yəni, və ya hansısa bir misal üçün, hətta o müsibət asili ilə əlaqəli olsa da, necə? Məsələn, adam, tutalım, 10 il, 15 il, 20 il var belə insanlar. Şərab içən olub, sonra Allah nəsib edib, 40-da, 50-də, 60-da tövbə edib, gəlib ibadətə. Sonra o günləri xatırlayır. Xatırlayır ki, mən 20 il, 30 il içmişəm. Bütün gəncliyim, cavanlığım getdi hədər. Oldu heç. Düzdürmü? Asiliklərinə görə yox. Etdiyi asiliyinə görə yox. Amma bu 20 il, 30 il həqiqətdə bunun üçün müsibətdir ya yox. O müsibətinə görə qədəri dəlil gətirə bilər. Deyə bilər ki, qədərimdə beləymiş. Əlhamdülillah tövbə elədim. Qədəri başına gələn müsibət üçün dəlil gətirdi. Amma asiliyinə yox. Yəni, özünü bəraət qazandırsın, özünü təmizə çıxarsın, yox. Və bunun dəlili də o Səhih Müslimdə olan Musa əleyhissalam ilə Adəm əleyhissalamın höcətləşməsi. Musa əleyhissalam deyir ki, Adəm əleyhissalama harda deyib bunu? Musa əleyhissalam Adəm əleyhissalama harda deyib bunu? Allah bilir. Bilmirik. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə xəbər verməsi ilə bilirik ki, Musa əleyhissalamla Adəm əleyhissalam arasında belə bir höcətləşmə olub. Harada olub, Allah bilir. Deyir ki, yəni, sən o günahı etməsəydin cənnətdə, biz cənnətdən çıxmazdıq. Yəni, bizi cənnətdən sən çıxartdın. Adəm əleyhissalam da deyir ki, mən yaranmamışdan öncə mənim barəmdə təqdir edilmiş bir şeyə görə məni qınayırsan, qədəri dəlil gətirdi Adəm əleyhissalam ya yox. Və Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, bu höcətləşmədə Adəm Musaya qalib gəldi bu sözü ilə. Çünki düz dedi. Və Adəm əleyhissalam burada qədəri etdiyi xətasına, asiliyinə görə dəlil gətirməmişdi. Başına gələn müsibətə görə dəlil gətirmişdi. Çünki insanın cənnətdən çıxmağı müsibətdir. Orada söhbət cənnətdən çıxmaqdan gedir. Aydındır, asiliyindən getmir. Belə.